açığı mənim yadıma gəlmir ki, mən cəmi həyatımda bir dəfə ad günü keçirmişəm. O deməyin ki, kasıbçılıqla da, yox, onunla bağlıdır. Nəsə belə həvəsində olmamışam. Amma Abdullah 18 il yaşadı. Həm böyük belə və təmtəraqla da, elə özümüz də ən azından o xırda uşaqlar yığılıb şamları qoyurdu. Keçirdirdik. Bir dənə bizim yeri damakta bir sözümüz var, əl qutsu. Neye baxırdı elə bir ki, 5 dəqiqə düzələcək olur. Hərdən uşaq olanda güləşirdim oğlum. Özüm qəsdən yıxılardım. O qədər ürəkdən sevinərdik. Belə xoş deyil. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analar, Allah sizlərə səbir versin. Allah sizləri yorsun. Bu bir anons idi biz tərəfdən elədik bunu ki, bəli. Nə qədər hünərlər, nə qədər şərəf, ləyaqət, şan, şöhrət, ucalıq varsa, indi baxaq görək o bir tərəfdə necə var. Xalqımız üçün yaxşıdır, qohum əqrabamız üçün yaxşıdır, dostlarımız üçün fəxr eləsinlər yaxşıdır. Amma mənim evimin içərisi üçün yaxşıdır. Mənim arzularım üçün yaxşıdır. Hər bir şəhid doğrudan da o mərtəbəyə qanun hesabına qalsın. O damla tökülən qanun hesabına. Elə olmasın ki, elə fikirləşək ki, burada nə qədər qaradaş var, vətən elə bunların vətənidir, bizim vətənimiz deyil. Hər bir adam özünə məsul olmalıdır, özünə sual-cavab eləməlidir ki, ilahi, mən sənin qarşında bir bəndənəm, verdiyi ruzunu yemişəm, böyümüşəm, amma mən bu heç olmasın səni üçün nə iş görmüşəm, vətənim üçün nə iş görmüşəm, bir yetim üçün, bir yoxsul üçün. Bunlar olmalıdır. Mən keçən dəfə də dedim, indi də deyirəm, bəzən elə fikirləşirəm ki, o təklərdir də verdilər qabağa ki, ordu qoşun qaçmasın. Qaçmasın. Nə bilməyəm. Hadisədir də. Amma ağıllı bir şeydir ki, görürsən ki, deyir ki, hamı vuruşmalıdır. Axı bunun 12 ilə, adam var 15 ilə olub, adam var 10 ilə, adam var 2 ilə olub. Amma bir dənədir də, gözün ağı qarasıdır. Dostlara təsir edir. Dostlara, cəbhədə təsir edir ki, ay bu uşaqlar. Allah millətimizi, obamızı, elimizi, cəmaatımızı, xalqımızı, dövlətimizi qorusun. Bilirsiniz ki, bir neçə dənə çəki vahidi var, əziz cəmaatımız. Bu uşaqlar öz çəkilərini də artırdılar, ağır elədilər. Vətənimizin çəkisində o bəzi yüngüllüyü ki, bizi ələ çalırdılar, işğəndə edirdilər, bəyənmirdilər dünyada. Onların hamısını hörmət olaraq, yəni qanların hesabını alıb sizin dövlətə, xalqa qaytardılar. Və bu xalqı ayaqda saxladılar. Bəzi dövlətlər artıq hesablaşmalı oldular. Çox da belə öyünüb qürurlanmıyor, belə də ki, deyək ki, biz ortabab bir dövlətik də, indi bir tərk edirik. Biz nə Çin kimi ola bilmərik, nə Rusiya kimi, nə Amerika kimi. İndi özümüzə görə, belə bizim türk qardaşlarımız bizdən qat-qat irəlidədirlər. Ondan sonra görürsünüz ki, çox möhkəm bir orduları var. İndi müəyyən qədər Azərbaycana nə ediblər? Köməklik göstəriblər. Bu bizim dinimiz baxımından oldu, qardaşlıq baxımından oldu, axırı ki oldu və digərləri də həmçinin elə. Amma əsas odur ki, əlinə silah götürüb gedən oğlanlar bunlar oldular. Onlar var idi, silah da var idi, raket də var idi, hər şey də var idi. Amma o maşını, tankı sürən bir oğul lazım idi. O hərəkətə gətirən bir oğul lazım idi. Onu bizim bu qəhrəmanlar bacardılar. Allah hamd olsun bacardılar. Allah rəhmət eləsin deyirəm. Allah sizləri qorusun. Mən desəm biraz
çox danışdım. Onsuz bu günləri mən çox yorulmuşam.